görünür. Lakin irfanda qəlb Allahın hər hadisəsini qəbul etdiyi üçün ziddiyyət yoxdur. Demək istədiyi odur ki, qəlb safdırsa, düşmənçilik də Allahın iradəsi olaraq qəbul edilər və bu qəlbi ona yaxınlaşdırar. Peyğəmbər sallallahu hədisi qüdsi məzmununda belə buyurulur: Bəndəm mənə nafilələrlə yaxınlaşar. Mən onu sevəndə onun eşidən qulağı, görən gözü, tutan əli olaram. Zahirən düşünə bilərik ki, Allah insanın içində necə olur? Bu vəhdət-i vücudu nifrət forması deyilmi? Əllamə Təbətəbai deyirdi ki, burada Allah olmaq deyil, insanın iradəsinin ilahi iradəyə tam uyğunlaşmasıdır. Çünki insan iki cür yaşayır: öz istəyi ilə və Allahın istəyi ilə. Hədis deyir, insan o həddə çatar ki, artıq özü istəmir. Allah nə istəyirsə onu istəyir. Necə ki Quran buyurur, siz istəməzsiniz, Allah istəməsə. İmamlar açıq deyiblər ki, bizdən sonra alimlər sizin üçün höccət olacaq. Qeyd olunur ki, insanlar iki yerə bölünür. Biri dini qayda kimi yaşayır, biri dini yol kimi anlayır. Ayətullah Həsənzadə Amili deyirdi ki, din sadəcə əməldən ibarət deyil, din idraçdır. Bəli, İmam Əli əleyhissalam və digər imamlar haqq yolun rəhbərləridir. Lakin onlar bu gün fiziki olaraq bizim aramızda olmadığı üçün bu zaman onların elmini daşıyan alimlər ortaya çıxır. Ayətullah Behçət ağa deyirdi ki, əgər insan özü hökm çıxara bilmirsə, başqasına tabe olmaması onu azad yox çaşqın edər. Bəzən bir müsəlmanın dili bir kafirin kitabından daha çox insanı dindən uzaqlaşdırır. Çünki insanlar Allahı yox, sənin davranışını görür. İmamlar özləri tələbələr yetişdirirdilər. Bu gün alimlər o məktəbin davamıdır. Ümumiyyətlə haqq iş görən insan həmişə əks-səda yaradır. Bəziləri qəzəblə, bəziləri isə yanlış anlaşılma ilə hücum edir. Arif isə qəlbi saf olduğundan tənqid və iftiralardan təsirlənmir. Allah dostuna bir söz deyirsən, amma o qəlbində bunu hiss edir. Bu hiss insanın özünə dönür və təsir edir. Ayətullah Behçət ağa deyirdi ki, həqiqi Allah dostu ilə söz oynamaq olmaz. Onun qəlbi səndə sınaq kimi əks-səda yaradar. Sən sadəcə bir söz deyirsən, Allah dostu isə bunu qəlbində hərfinə can alır. Sonra sən həyatına davam edirsən, amma onun hiss etdiyi enerji səni də silkələyir. Unutma ki, sən başqalarını necə görürsənsə, Allah da səni elə görür.